neydi? Bir də əvəzlik olubdu. Bunun səsini artırım. Aha. Keçən dərsimiz bizim nə idi? Feil, bir də əvəzlik bölməsi idi. Düzdürmü? Testlərimiz azdı. Bizə quruluş növlərini keçmişdik, hamısını keçməmişdik. Hə, feilin quruluşsan növlərinə sağ. İndi belə bir şey deyim. Test az vermişdim. Əvəzliyin quizini eləmisiniz? Onu çatdırmadım mən. Hə, tamam. Onda uşaqlar belə bir şey deyim. Ee, Belə eləyirəm də mən həmişə. Artıq feili gəlmişik. Yəni mövzularımızda belə deyim də proqramı yarılamışıq. Proqramı yarılayanda mən nə edirəm? Artıq sizə qəbul suallarını işlədə bilərəm gələn dəfədən. 3-cü və 6-cı günlər dərsimiz başlayanda bundan sonra sizə qəbul suallarını quiz formasında göndərəcəm. Bundan sonra belədə də, quizdə də işləyəcəksiniz. İndiyə qədər işlədiyiniz suallar da qəbul suallarıdır, mövzu üzrə idi. İndi artıq ümumiyə, yəni qarşığa keçəcəyik. Dərsimiz olan müddətdə, dərs başlayan kimi birinci sizə quiz göndərəcəm. 10 dənə sual olur, 7-8 dənə baxıram da indi hazırladıqca göndərirəm. O sualları işləyəcəksiniz. 10 dəqiqədən, 15 dəqiqədən sonra indi testin ağırlığına baxıb qərar verəcəm. Ondan sonra isə başlayacağıq dərsə. Yaxşımı? Yəni növbəti həftədən etibarən elə eləyəcəm. Çünki həmişə belə eləyirəm. Effekti də çox yaxşı olur. Mövzuları indiyə qədər sizdə eləyə bilmirdim. Çünki mövzularımız var idi. Artıq mövzuları yarılamışıq. Yəni yarıladığımız üçün, feylə gəldiyimiz üçün yarılamışıq. İnşallah növbəti həftə kömək sintik hissələrinə də bitiririk. Ondan sonra ikinci hissəyə başlayacağıq. Belə. Gəlin vaxt itirməyə başlayaq. Yəni gələn dəfədən artıq dərsin formatı elə olacaq. Dedim ki, biləsiniz. Gələn dəfədən artıq qəbul sualları işləyəcəksiniz. Qarışıq, mövzu üzrə artıq yox. Quizdə işləyəcəksiniz mövzu quizləri, amma belə qarışıq sınaqlara artıq daha çox önəm verməyə başlayacağıq. Bir də nə? Gəlin birinci təzə dərsimizdə keçək. Çünki fel biraz uzundur. Əvəzliklə onsuz da feldən məncə inanmıram çox sualımız olar. Felin kursu növləri də çox çətin deyildi yəni. Ona görə birinci dərsi keçək, təzə dərsi. Bu gün istəyirəm ki, feli düzdür bu gün bitirə bilməyəcəyik. Felin yanında bir dənə başqa dərs keçmək istəyirəm. Başlayaq. Keçən dərs feilin quruluş növlərini keçdi. İndi isə başlayacağıq nədən? Feilin zamanlarından gedək. Demək, feil bilirsiniz ki, iki böyük qrupa bölünür. Təsriflənən və təsriflənməyən. Yəni feili digər nitq hissələrindən fərqləndirən ən əsas məsələlərdən biri budur. Təsriflənən nədir? Şəxsə və kəmiyyətə görə dəyişə bilən feillər təsriflənəndir. Məsələn, oxudum. Təsriflənəndir. Niyə? Mən oxudum, sən oxudun, o oxudu, biz oxuduq, siz oxudunuz, onlar oxudular. Fikir verirsinizmi? Dəyişdirə bilirsiniz. Demək bu nədir? Təsriflənəndir. Təsriflənməyən isə şəxsə və kəmiyyətə görə dəyişə bilməyən feillərə nə edirlər? Deyilirlər. Bir də nə deyim? Feilin təsdiq və inkarı da bölünür. Mamə inkar şəkilçisi ilə düzələn feillər inkardır. Mamə yoxdursa təsdiq feillər olacaq. İndi keçdik feilin zamanlarına. Ümumiyyətcə zamana görə dəyişmək bilirsiniz də. Bir dənə feilə aid olan bir məsələdir. Feili digər nitq hissələrindən fərqləndirən xüsusiyyət nədir? Zamana görə dəyişmir. Feilin neçə zamanı var bəs? 3 zamanı var. Keçmiş zaman, indiki zaman, bir də olacaq gələcək zaman. Keçmiş zaman bölünür iki yerə. Hansılardır? Şuhudi keçmiş zaman, bir də nəqli keçmiş. Şuhudi, di, du, di. Nəqli keçmiş, mış, muş, ıb, ib, ub, üb. Demək, şuhudi keçmiş zaman şəkilçisi nədir? Di, du, di. Sonu şəhidi. Di, du, di ilə keçir. Nəqli keçmiş isə mış və ıb iki şəkilçisi ilə neyini düzəlir. Demək, ümumiyyətcə fe'l zamana görə necə dəyişir? Fe'l plus du, plus şəxs şəkilçisi. Bir daha deyirəm, fe'l şudi keçmiş zaman, fe'l plus zaman şəkilçisi plus şəxs şəkilçisi. Məsələn, oxudum, aldım fe'lini. Mən aldım, al sözün kökü, d şudi keçmiş, m şəxsdir. Şəxs şəkilçisi bilsiz nədir? Ya feilin zamanlarından sonra artırılır, ya da feilin şəkillərindən sonra. Niyə var? Şəxs şəkilçisi hərəkətin neçənci şəxs tərəfindən icrasını bildirir. Məsələn, mən aldım. Oradakı mı bilir ki, mən aldım. Yəni alan kimdir? Mənəm, birinci şəxsin təki. Sən aldın.
Al sözün kökü, d şudi keçmiş, n nədir? İkinci şəxsin təki. O aldı. Biz aldıq. Al sözün kökü. D şudi keçmiş, q birinci şəxsin cəminin şəxsi. Siz aldınız, onlar aldılar. Belə. Gəldi nəqli keçmişə. Şudi keçmişlə nəqli keçmişin fərqi sizə lazım deyil, elə belə deyək. Şudi keçmiş zaman hərəkətin icrasını şahidlik yolu ilə bildirir. Məsələn, mən aldım. Nəqli keçmiş isə hadisəni görən yox, eşidən danışır. Bir növ rəvayət formasında olur da. Nəqli keçmişin iki şəkilçisi var. Mış, miş, mış, mış, ıb, ib, ub, üb. Yenə eyni məntiqdir. Feil plus mış, miş, plus şəxs. Belə düzəlir. Məsələn, mən yazmışam. Yaz sözün kökü. Mış nəqli keçmiş. Əm nədir? Birinci şəxsin təki. Sən yazmısan. Yaz sözün kökü. Mış nəqli keçmiş. San ikinci şəxsin təki. Bir də nə deyim? İkinci şəxsin təkində və cəmində mışın şısı düşə də bilər, qala da bilər. Sən yazmışsan da deyə bilərsən. Sən yazmısan da deyə bilərsən. Siz yazmışsınız da deyə bilərsiniz. Siz yazmısınız da. Yəni hər ikisi düzgündür. Mışın şısı düşə bilər. Nə zaman? İkinci şəxsin təkində və cəmində. O yazmışdır, biz yazmışıq. Siz yazmışsınız, onlar yazmışlar. Belə. Übüb nə idi? Übüb şəkilçisi birinci şəxsin təkində və cəmində dəyişə bilmir. Necə? Mən yazıbam deyə bilmirik. Sən yazıbsan, o yazıb, biz yazıbıq deyə bilmirik. Siz yazıbsınız, onlar yazıblar. Ib şəkilçisi birinci şəxsin təkində və cəmində dəyişə bilmir. Yəni mən yazıbam və biz yazıbıq deyə bilmirik. İndiki zamanın şəkilçisi nədir? Ir, ir, ur, ür. İndiki zaman nədir? İş və hərəkətin söhbət gedən vaxt icra edildiyini bildirir. Feil plus ir, ir plus şəxs şəkilçisi ilə düzəlir. Yenə eyni məntiqdir. Mən yazıram, sən yazırsan, o yazır, biz yazırıq, siz yazırsınız, onlar yazırlar. Buradan bir məsələni deyim ki, testlərdə işləyəcəksiniz, qabağınıza çıxacaq. Bax, qəbul testlərində var. Bax, ir, ir, ur, ür şəkilçisi var ha. İki funksiyalı şəkilçidir. Ir-in iki funksiyası var. Həm olur indiki zaman şəkilçisi. İndiki zaman şəkilçisi kimi qrammatik şəkilçidir. Həm də ir feildən feil düzəldir, olur leksik şəkilçisi. Məsələn, necə ayırarsan onda? Ümumiyyətlə sizə belə bir qayda deyim də, feillərdə hansısa bir şəkilçinin leksik və ya qrammatik olduğunu necə ayıra bilərik? Həmin şəkilçidən sonra maqmək artıra bilirsənsə, o şəkilçi leksikdir. Artıra bilmirsənsə, nədir? Qrammatikdir. Bir daha deyirəm. Şəkilçidən sonra maqmək, məsələn deyirsən ki, oxuyur. Bax, oxuyurmaq deyə bilirsənmi? Xeyr. Demək oradakı ir necə şəkilçisidir? Qrammatik. Amma deyirsən ki, məsələn, nə deyək? Ir-irə aid keçir. Keçirmək deyə bilirsənmi? Demək oradakı nə olacaq? Olacaq leksik. Yəni bu feillərə aid olan bir məsələ. Yəni digər burada başqa bir şeyimiz yox. Gələcək zaman iki yerə bölünür. Qəti gələcək, qeyri-qəti gələcək. Gələcək zaman neçə yerə bölündü? İki yerə. Hansı oldu? Qəti, bir də qeyri-qəti. Qətinin şəkilçisi nədir? Acaq, əcək. Mən gələcəyəm, sən gələcəksən, o gələcək. Biz gələcəyik, siz gələcəksiniz, onlar gələcəklər. Gəl sözün kökü, əcək zaman. Bir də acaq əcək deyir ya. Qıdan sonra sahib gələndə qı-qıya keçir. Çıdan sonra sahib gələndə çı-yüyə keçir. Qeyri-qətinin şəkilçisi nədir? Ar, ər. İndi buradan bunu da deyim. Feilin zaman şəkilçiləri qrammatikdir. Ar, ər şəkilçisi də həm leksik şəkilçisi olur, həm qrammatik. Özündən sonra maqmək artıra biliriksə leksikdir, bilmiriksə qrammatikdir. Məsələn, deyirsən ki, gələr. Gələrmək deyə bilirsənmi? Xeyr. Oradakı ər necə şəkilçidir? Qrammatik. Amma deyirsən ki, məsələn, bozar.
Bozarmaq deyə bilirsənmi? Oradakı ar necədir? Leksik. Bayaqlam qeyd elədim. Feillərdə hansısa bir şəkil üçün leksik və qrammatik olduğunu maqməyə əsasən müəyyənləşdirə bilərsən. İndi burada nə deyim? Qeyri-qətin şəkilçisi nədir? Ar, ər. Bir də qəti ilə qeyri-qətin fərqi bilirsiniz nədir? Mənasından irəli gəlir. Məsələn, mən gələcəm, qətidir də. Deyirsən ki, mən bu gün iclasa gələcəm. Amma deyirsən ki, o iclasa gələr. Qeyri-qətidir də. Hardan bilsin? Heç bəşi durub gəlmədi. O dərsini oxuyar. Heç bəşi oxumadı. Qeyri-qətilik vardı. Yəni tamlıq, dəqiqlik funksiyası nədir? Yoxdur. Bir də gələcək zaman necə düzəlir? Feil plus zaman şəkilçisi plus şəxs şəkilçisi. Yəni eyni məntiqdir. Məsələn, o gələr, biz gələrik, siz gələrsiniz, onlar gələrlər. Belə. Sonra burada nə edeyim? Buradan başqa deyəcəyimiz məsələ qeyri-qətin inkarı ilə bağlı bir məsələni deyim. Qeyri-qətin inkarında ikinci və üçüncü şəxsin təkində və cəmində r, z əvəzlənməsi baş verir. Necə? Sən gəlməzsən, o gəlməz, siz gəlməzsiniz, onlar gəlməzlər. Bir daha deyirəm. Sən gəlməzsən, o gəlməz, siz gəlməzsiniz, onlar gəlməzlər. İkinci və üçüncü şəxsin təkində və cəmində nə olur? R, z əvəzlənməsi baş verir. R, z-ya keçir. Qeyri-qəti gələcək zaman inkarında. Çünki sən gəlmərsən demək olmur. Sən gəlməzsən. O gəlmər demək olmur ki, o gəlməz. R məxsusdur nəyə çıxsın? Z-ya keçsin. Siz gəlməzsiniz. Siz gəlməzsiniz deyə bilmirsən ki, xeyr, siz gəlməzsiniz. R nəyə keçməlidir? Z-ya. Onlar gəlməzlər. Belə. İkinci və üçüncü şəxsin təkində və cəmində nə olur? R, z əvəzlənməsi baş verir. Gəldik burada nəyə? Feilin şəkillərinə. Feilin şəkil nədir? Şəkil deyəndə hamımızın ağlına foto gəlir də. Qrammatikadakı şəkil biraz fərqli məsələdir. Feilin şəkilləri subyektin obyekti münasibətindən yaranır. Necə? Necə yaranır? Yəni subyekt nədir? İşi görən. Obyekt nədir? Üzərində iş görülən əşya. Subyekt öz işini hansı formada icra edir? Məsələn, mən deyirəm ki, mən gəlməliyəm. Düzdürmü? Gəlməliyəm. Burada fikri necə ifadə elədi? Vacib formada. Mən gələsiyəm. Necə ifadə elədi? Lazım formada. Demək, feilin şəkilləri. Əmr, xəbər, vacib, arzu, lazım, bir də nə olacaq? Şərt şəkli olacaq. Gedirik birinci nədən? Əmr şəklindən gəlin gedək. Feilin əmr şəkli necə düzəlir? Bir də bax, feilin əmr şəkli sadəcə əmr bildirmir. Əmr, buyruq, xahiş, istək, məsləhət, nəsihət, təklif və s. Bir çox mənalarda işlənə bilər. Bir də feilin əmr şəklinin xüsusi şəkil əlaməti yoxdur. Feilin kökünə və yaxud başlanğıc formasına şəxs şəkilçiləri artırmaqla düzəlir. Demək, əmr şəkli necə düzəlir? Feilin kökünə yaxud başlanğıc formasına şəxs şəkilçiləri artırmaqla düzəlir. Məsələn, mən gəlim. Gəl sözün köküdür. İm nədir? Birinci şəxsin təkinin şəxsidir. Sən gəl. İkinci şəxsin təkində əmr şəkli içinə qəbul eləmir. O gəlsin. Üçüncü şəxsin təki. Sın, sin, sun, sün. Biz gələk. Birinci şəxsin cəmi. Aq, ək. Siz gəlin. İkinci şəxsin cəmi. In, un. Onlar gəlsinlər. Üçüncü şəxsin cəmi isə sınlar, sinlər, sunlar, sünlər. Demək, bir daha gedək. Mən oxuyum. Məsələn, im, üm. Birinci şəxsin təki əmri. Sən oxu. İkinci şəxsin təki. O oxusun. Üçüncü şəxsin təki. Biz oxuyaq. Birinci şəxsin cəmi. Siz oxuyun. In, un. İkinci şəxs. Onlar oxusunlar. Bu isə olacaq nə? Üçüncü şəxsin cəmi. Bu oldu əmr. Keçdik xəbərə. Xəbər necə düzəlir? İndi xəbərin birinci tərfinə baxaq da, düzdürmü? Deyir ki, iş və ya hərəkətin
Neçənci şəxs tərəfindən və nə vaxt icra olunmasını neyinir bildirir. Xəbər şəkli iş və ya hərəkətin neçənci şəxs tərəfindən və nə vaxt icra olunmasını bildirir. Xəbər şəklinin xüsusi qrammatik göstəricisi yoxdur. Feilin kökünə və yaxud başlanğıc formasına şəxs çəkilişləri artırmaqla düzəlir. Biz o sözün qısası, sözü uzatmayaq. Xəbər şəkli zaman şəkilçisi ilə düzəlir. Zaman şəkilçisi olan fe'l nə sayılır? Xəbər şəkli sayılır. Məsələn, fe'lin neçə zamanı oldu? 3, keçmiş, indiki, gələcək. Fe'lə baxdınmı? Zaman şəkilçisini gördünmü? Pis o xəbər şəklidir. Fe'lin şəkillərindən sadəcə və sadəcə zamana görə dəyişə bilən fe'l bir dənə xəbər şəklidir. Başqa da bir şeyə ehtiyac yoxdur. Özümüzü yorulmuş. Gəldik arzu şəklinə. Fe'lin arzu şəkli isə hərəkətin icrasının arzu olunduğunu bildirir. Fe'lin kökünə yaxud başlanğıc formasına a, ə, ya, yə və şəxs şəkilçisi artırmaqla neynir? Düzəlir. Arzu şəkli kaş, gərək, təki, barı arzu edatları ilə işlənir. Məsələn, gəlmək sözünü arzuda dəyişdirək. Mən gələm. Gəl sözün kökü, arzu, birinci şəxsin təki. Sən gələsən. Gəl sözün kökü, arzu, sən ikinci şəxsin təki. O gələ, arzu şəkli üçüncü şəxsin təkində heç bir şəxs şəkilçisi qəbul eləmir. Biz gələk. Gəl sözün kökü, arzu, birinci şəxsin cəmi. Siz gələsiniz. Gəl sözün kökü, arzu, siniz ikinci şəxsin cəmi. Onlar gələrlər. Aha, gəl sözün kökü, arzu, lər üçüncü şəxsin cəmi. Belə, bu oldu nə? Bu oldu fe'lin arzu şəkli. Mən gələm, sən gələrsən, o gələr. Belə. Keçdik vacibə. Vacibin şəkilçisi nədir? Malı, məli. Yenə eyni məntiq. Fe'lin kökünə yaxud başlanğıc formasına malı, məli plus şəxs şəkilçisi artırmaqla neyniyir? Düzəlir. Düzəldimi? Aha, qoy düzəlsin. Sonra davam eləyirik nə ilə? Bir də buradan bir məsələni qeyd edim ki, vacibin inkarı iki cür düzəlir. Həm mamə ilə düzəlir, həm də ki dillə düzəlir. Baxın, normalda fe'lin fe'lin inkarı necə düzəlir? Sadəcə mamə ilə. Amma vacibin inkarı isə həm mamə ilə düzəlir, həm deyillə. İkisini də götürə bilərik. Mən yazmamalıyam da deyə bilərik. Mən yazmalı deyiləm də deyə bilərik. Hər ikisi düzgündür. Heç birində problem yoxdur. İkisini də götürə bilərsən. Mən yazmamalıyam, mən yazmalı deyiləm. Gəldik fe'lin lazım şəklinə. Lazım şəkli fe'lin kökünə yaxud başlanğıc formasına ası, əsil plus şəxs şəkilçisi artırmaqla düzəlir. Mən yazasıyam, sən yazasısan, o yazasıdır. Biz yazasıyıq, siz yazasısınız, onlar yazasıdırlar. Demək, bir daha deyirəm. Yazasıyam, yazasısan, yazasıdır. Lazım. Bir də nə edeyim? Lazımın bir fərqləndirici cəhəti nədir? Fe'lin lazım şəklinin inkarı sadəcə deyillə düzəlir. Lazım şəklinin inkarı sadəcə nə ilə düzəlir? Deyillə düzəlir. Mən yazası deyiləm, sən yazası deyilsən, o yazası deyil. Biz yazası deyilik, siz yazası değilsiniz, onlar yazası deyilər. Mamə ilə düzələ bilməz. Mən yazmayasıyam desəm yanlışdır. Mən həmişə belə deyirəm. Yadınızda da belə saxlaya bilərsiniz ki, lazımın inkarı sadəcə deyillə düzəlir. Bəzən deyirik, heç mənə lazım da deyil. Lazım deyil. Lazımın inkarı necə düzəlir? Deyillə düzəlir. Lazım deyil. Heç mənə lazım da deyil, deyilləri. Yəni lazımın inkarı necə düzəlir? Deyillə düzələ bilir. Belə.
Gəldik şərtə. Şərtin şəkilçisi nədir? Sahəsə. Burada əsas məsələ bunların şəkilçilərini bilməkdir. Yenə eyni məntiqdir. Mən yazsam, sən yazsan, o yazsa. Biz yazsaq, siz yazsanız, onlar yazsalar. Yaz sözün köküdür. Sahəsə şərtdir. Mı isə nədir? Birinci şəxsin təkidir. Sən yazsan, yaz sözün köküdür. Sahəsə şərtdir. N ikinci şəxsin təkidir. O yazsa. Biz yazsaq, yaz sözün köküdür. Sahəsə şərtdir. Q birinci şəxsin cəmidir. Siz yazsanız, onlar yazsalar. Belə. Feilin şərt şəklinin inkarı necə düzəlir? Sadəcə şeylə, feil şərt plus şəxs şəkilçisi. Bir də burada nə deyim? Şərtin inkarı da mamə ilə düzəlir bu öz yerində. Bir də deyir ki, feilin şərt şəkli müstəqil cümlədə işlənə bilmir. Bu nə deməkdir? Feilin şərt şəkli müstəqil cümlədə. Çünki bilirsiniz niyə məntiq hardan gəlir? Bu yazdıq feilin şərt şəkli həmişə özündən sonra başqa bir cümlə istəyir. Özü tək fikri bitirə bilmir. Məsələn, yağış yağsa, görsən fikir bitmir. Oturub cümlənin davamını gözləyirsən ki, hə, yağış yağsa nə olacaq ki? Məsələn, kimsə deyir ki, yağış yağsa çətir götürərəm. Yağış yağsa, görürsən fikir bitmir. Feilin şərt şəkli neyniyir? Müstəqil cümlənin xəbəri müstəqil sadə cümlədə işlənmir. Yəni mütləq özündən sonra neyniyir? Başqa bir şey bitir. Çünki özü tək, yəni fikri bitirə bilmir də. O məntiqlə gedirik. Demək, bu bir dənə şəkillərin üzərindən düşək, keçək. Əmr şəkli necə düzəldir? Özünə məxsus xüsusi şəkilçisi yoxdur. Şəxs şəkilçiləri ilə düzəlir. Xəbər necə düzəldi? Zaman şəkilçiləri ilə düzəldi. Arzu necə düzəldi? A, ə, ya, yə ilə düzəldi. Vacib necə düzəldi? Malı, məli ilə düzəldi. Lazım isə əsi ilə düzəldi. Şərt isə nə ilə düzəldi? Sasə ilə düzəldi. Belə. Bir də bir iki məqam da qeyd eləyək. Vacibin inkarı həm mamə, həm deyillə düzəlir. Lazımın inkarı sadəcə deyillə düzəlir. Mənə lazım deyil. Lazımın inkarı sadəcə deyillə lazım deyil. Vacibin inkarı isə həm mamə, həm deyillə neyə bilər? İki cürdə işlənə bilər. Belə. Gəldik nəyə? Bir də feilin zamanlarının üstünə keçək. Neçə zaman keçdi? 3. Keçmiş, indiki, gələcək. Keçmiş neçə ilə bölündü? 2. Şuhudi, dıdi, dudu, nəqli keçmiş, mış bir də ıb. İndi gəlin bunların testlərinə baxaq. Sonra bir keçdik qrammatik mənəvilərinə. Bir də saniyə bir bunların testlərinə baxaq. Getdi Ayşə Qurbanova. Ayşə, səndən başlayırıq. Feilin şəkillərindəki məsələlərə baxacağıq. Bir Bəli. aha. Də gözdə Ayşə. Ayşə 2-yə baxaq. 2-dən gedək gəl. 2-yə baxaq. Aha, mətndəki təsvirlənən feillər hansı şəkillərdədir? Eşidib tutsaydı, gərək tutsaydı, lazım şəkildir. Sasə, Ayşə, Sasə. Tut, Sasə yox. çaş tutsaydı, onda Hayır, yox, ona baxma. Bax, o sən qarışdıracaq. Oraya getmə. Sən Sasəyə bax. Sasə feilin hansı şəklidir? arzu, Sasə şərt. Şərt. şərt Hə. gəlsə Bir də belə bir getdi. şey deyim. Feilin şəkillərini təzə keçmişik deyənə, yəni şəkilçilərin indi sizə köməklik göstərəcəm də. Mən əsas istəyirəm ki, siz yolun. Yaxşımı? Yəni deyil, yəni düşünməyin ki, o şəkilçilər keçməmiş testlərə baxırıq. Onu belə eləyirəm ki, yəni şeylərə baxaq da. Əsas yəni Mən dediyim kimi. tutsaydını, məsələn, çaş tutsaydı deyə bilmərik. Desən də düşünürsən ki, Ayşə, kaş orada arzu ədatıdır, düzdürmü? Arzu ədatı varsa, niyə bunu mən feilin şərt şəkli götürürəm, düzdürmü? Bəli. Amma elə yox. Arzu ədatı şərt şəkli ilə işlənə bilər, xəbər şəkli ilə işlənə bilər. Yəni elə bir şey yox da, Ayşə, qayda yoxdur ki, keçən dəfə hardasa baxdım, Instagramda bəzən bu dilçilər var, elə şeylər eləyirlər.
e, belə danışmaq səhvdir. Yoxdur elə bir şey. Xeyr, arzu ədatı sadəcə arzu şəklində olan feillərlə işlənəcək deyə bir qayda Azərbaycan qrammatikasında yoxdur. Məsələn, gərək gələrdi. Gərək arzu ədatıdır, gələrdi feilin xəbər şəklində. Nə oldu işlətdik ki? Yəni elə bir qayda yoxdur, yaxşımı? Aha. Biz Bəli. sadəcə şəkilçiyə bax. Sasə feilin şərt şəklidir. Aha. Bəli. Tutsaydı burada şərtdir. Sonra Hı məzmuna -hı. gizlincə nəsə deyərdi. Deyərdi burada xəbərdir də. Qəşəng. Çünki zamandır. Düz. Bəli. Dəysəydi əgər burada dəysə yenə şərt şəklidir. Sa ilə Ay düzəlibdir. sağ. Axırda da həcər deyərdi, yenə xəbər şəklidir. Ay sağ ol. Düzdür, bəli. Düzdür, düzdür. Güneldən gedək. Günelçiyə baxaq. Neçəyə müəllim? 2. 2 görünmür axı müəllimə. Bu 2-yə yox, 3-ə baxaq. 3-ü aslanam deyirəm 2-yə baxaq. 3-2. 3-ə Gedirəm göstərdim. amma bir də zəhmət olmasa orada oxu götürə bilərsiniz şeyin Hə, hə. üstünə. Dəqiqə göstər. Götürdüm. Hə, çox da. Gedirəm amma orada da gülləri deyil, yalnız səni seyr edəcəyəm. Hı. Cümləsi də feillərin şəklini müəyyən edin. Vacib şəkildə də. Gedirəm. İndiki zamandır günü. Seyr edəcəyim. Acaq əzəkdəki qəti gələcəkdir. Zaman şəkilçisi Xəbər varsa olur. hansı Xəbər. şəkildir? Ay, Xəbər. xəbər. Düzdür, bəli, düzdür. Sarvan. Sarvan 4-ə baxaq. Bəli, mən gedim həyətdəki quyudan su gətirim, gülləri sulayım, Hı. gətirim. Ə, Burada lazım şəkildir. Gətirim. Mən gətirim. Ay, im, üm. Hə, əmr şəkli. Ay, sağ ol, bəli. Mən gətirim Əmr şəkli, nədir? əmr. Birinci şəxsin təkinin əmridir. Düzdür. Bəli, Sarvan. Bəli. Düzdür. Getdik. Ləmandan gedirik. Ləman Salmanova. Ləman 9-a baxaq. Nasıl zamandadır? Mhm. Ağlatırsan, güldürürsən, sevdirirsən, silməyi sildirin. Burada Hı. Hə, bax, Ləman çətinlik çəkdi. Ləman bax, ağlat sözün köküdür. İndiki zamandır, sən ağladırsan. San onda ikinci şəxsin təkidir. xəbər oldu. Ay, sağ ol. Zaman şəkilçisi varsa xəbərdir. Düzdür. Bayılama. Ağlat sözün kökü. Bəli. Sən ağladırsan. İndiki zaman sən ikinci şəxsin təki. Güldürürsən. Gül sözün kökü. Dür heç. Ür nədir? Yenə sən güldürürsən ikinci şəxsin təkidir. Nəsə Düzdür. Bəli. icbardır, nədir? Onu oxşadım. Yox. Kaş İrə baxırsan. İcbar burada. oldu. Hə, dırdır, durdur. Axı icbar növün şəkilçisidir ona görə. Tamam. Bildim. Yox, burada biz feilin qrammatik məna növünü tapmırıq ona görə. Getdik Ayşənlə. Bu da qəşəngdir. Ayşən ona baxaq. Gələcək zamanda olan fe'lər cərgəsini müəyyən edir. Yəni, Mhm. Gəlməz. Yuvardan Yaxşı baxar. Ay. Gəlməz deyil. Niyə rızıya keçib də Yazasıdır. Ayşən? Bayaqlam nə dedi? Qeyri-qəti gələcək zaman inkarında nə olurdu? Rızıya keçirdi də. Sən gəlməzsən, o gəlməz. Siz gəlməzsiniz, onlar gəlməzlər. onda Qeyri-qəti gəl. Oxuyar da gələcək, baxar. Onda qalmaz da gələcək olur. Bəli, bax oxuyar baxar. Arar varmı? Var. Hı hı. Gəlməzlə qalmazsa da rızıya keçib də Ayşən. İkinci və üçüncü şəxsin təkində və cəmində nə olurdu? Rızıya keçirdi də. Başa düşdün? Başa düşmədin Ayşən? Mhm. Qardaşxandan gedək. Nə düşdün müəllimə? Tamam. Qardaşxan 20-yə baxaq.
Salam, axşamınız xeyir. Axşam xeyir olsun. Müəllim, bu onun B'sini niyə götürmürük? Orada düzgün olmayan söz hansıdır? Yazasıdır. Ası əsi axı lazımdır. Ha. Ası Yəni, feilin lazım şəkildə axı. lazım şəkil olanda, yəni gələcək kimi götürmürük. Onu eləmi? Yo, o artıq şəkildir. Yo, bizlə Aydın. alaqası yox. Aydın. Çox Tamam. tamam. Aha. Sən de, mən yazım. Əmr. Qəşəng, sağ ol. Sən de, mən yazım. Mən deyim, sən de. İkinci şəxsin təki mən yazım. Düz, qəşəng, düz. Gedirik Qəşəng cümlə var. Məlikədən. Məlikə Əliyeva. Demək Məlikə. Deyim. Axşam xeyir olsun. Aha, qəşəng. Məlikə 26-ya baxaq. Buna baxmağa dəyər. Hansı cümlədə feil üçüncü şəxs şəkli ilə işlənmişdir? Mhm. Sizi gördüm, çaşdı ağlım, kamalım. Birinci şəxsdir bu A variantı. Mən gördüm. Mək Birinci şəxsin tək. Düz, bəli. Məktublar əzik üzük, məktublar bezdi gəldi. Məktublar üçüncü şəxs. Bəli. Düzdür, bəli. Deyir. Sənət nəsə. Deyib bax, Məlikə bir şey deyim də. Üçüncü şəxsdə razıyam. Bizə deyir ki, üçüncü şəxsin təkinin şəxs şəkilçisi. Üçüncü şəxsin təkinin şəxs şəkilçisi nədir? Təkinin. Hı? Üçüncü şəxsin dırdır, durdur. Məlikə. Dırdır, durdurdu. Gəlib. Bəli, gəlibdir. Bax, Gəlibdə qonaq. bax. Bezdi gəldi. Hə, gəldi üçüncü şəxsin təkidir. Amma sənə nə deyir? Üçüncü şəxsin təkinin şəxs şəkilçisi olsun, o da durdur. Durdur da ki, C-dədir. Aha. Davam eləyirik. Bircə saniyə. Ayşəndən gedirik. Ayşən 27-yə baxaq bir dənə burada. Ayşən 27-yə baxa bilirsənmi? Qardaşın 27-yə baxaq bir dənə. Hansı cümlədə Mən də dediniz, üzr Hə, istəyirəm. hə Ayşən, tamam. Dediniz. Hə, Ayşən 27-yə baxaq. Hansı cümlədə feil üçüncü şəxs şəkilçisi qəbul ilə işlənmişdir? Onun ən yaxşı onun dostu bacısıdır. Onun üçüncü şəxs bacısı. Bu deyil müəllimə ilə A variantı. Feil deyir. Feil. Axı Hə, burada feil. bazı isimdir. Aha. Yaşadır. İnsan ömrü zamanı. Y variantı müəllimə. Ay sağ ol. Al sözün kökü. Mış nəqli keçmiş. Düzdür. Dırdır nədir? Üçüncü şəxsin təkinin şəxsidir. Ay sağ. İndi burada bir şey deyim. Valla, bax deydə gözəldir sözündəki. Gözəl nədir? Sifətdir. Düzdürmü? Bunu götürə bilmərik. C-dəki aldır sözündə dır var. Aldır oradakı dır bilsiz nədir? Feildən feil düzəldən leksik şəkilçisidir. Aldırmaq. C belə gedir. B-də sözün kökü yaş, yaşdan yaşamaq, yaşamaqdan yaşatmaq, sonradakı ır. Bax, B variantında sözün kökü yaş, yaşdan yaşamaq, yaşamaqdan yaşat, t-dıya çevrilib, ır da nədir? İndiki zamandır. 10 yurda cavab eləyir B variantı. B neymiş? B dedi. Y variantıdır. Bacısıdır sözündəki bacıdakı isimdir. Amma Y variantındakı dır nədir? Növlü keçmişdən sonra işlənib, bəli. Üçüncü şəxsin tökünün də şəxsidir. Y-də heç bir problem yox. Düzdür. Qəşəng. Bəsdir burada. Getdik. İndi idi imiş isəyə də baxaq. Sonra feilin qrammatik məna növlərinə də baxaq. İdi imiş isədən, sonra bunun testlərinə baxacağıq. Bunu diqqətlə baxaq. İdi imiş isənin məntiqi nədir? Nə istəyir burada, nə deyir burada?
Demək uşaqlar, bax belə bir şey deyim də sizə. Elə bil məsələn bir çanta alırıq ha. İndi bilirsiniz də, bir var çantanın orijinalı, özü, əsli. Bir də var çantanın saxtası, fake məhsul deyirik. Düzdürmü belə? Bu idi imiş isə də bir növ elədir. Biz hisslərdə nəyi ayırd eləməliyik? İdi hissəciyi ilə dıdi şudi keçmişi. İmiş hissəciyi ilə mışmış nəqli keçmişi. İlsə hissəciyi ilə sansə şərt şəkilçisini nə etməliyik? Ayırmalıyıq. Demək, belə deyim də, İdi hissəciyi dıdi şudi keçmiş, imiş hissəciyi mışmış nəqli keçmiş, ilsə hissəciyi sansə şərt şəkilçisi. Bunları bir-birindən ayırd eləyib tapmalıyıq ki, nə nədir? Getdik. Demək, bax, birincisi nə deyim də, idi, imiş, ilsə hissəciyi. Hissəcik nədir? Cık 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 cık. Yəni, balaca, lazımsız, lüzumsuz şeylər belə zəhlimdə. Hissəciklər ya feilin zaman şəkilçisinin üzərinə artırılır, ya da feilin şəkillərinin üzərinə artırılır. Bir daha deyirəm, idi, imiş, isə hissəciyi ya feilin zamanlarının üzərinə artırılır, ya da feilin şəkillərinin üzərinə. Hissəciklər. Bir də idi, imiş, isə hissəciyindən əvvəl mame inkar şəkilçisi artırmaq olmur. İdi, imiş, isə hissəciyindən əvvəl mame artırmaq olmur. Necə? Məsəl üçün, belə iki dənə söz deyim. Yazıldı. Bir də var deyirəm ki, yazırdı. Yazıldı, yazırdı. Yazıldı sözündəki d şudi keçmişdi. Niyə? Çünki yazılmaq feilinə sonra artırılıb da. Həm də şudi keçmişdən əvvəl mame artırmaq olur. Yazıldı, yazılmadı demək olur. Yazıldı, yazılmadı. Amma idi hissəciyi olanda özündən əvvəl mame artıra bilmirsən. Yazırdı, yazırmadı demək olur. Xeyr. Həm də bir sözdə iki dənə zaman şəkilçisi ola bilməz. Axı, məsələn, yazırdı sözündə. Sözün kökü yazdı, indiki zamandır. İndiki zamanısı, oradakı d nədir? İdi hissəciyidir. Çünki niyə? İndiki zamandan sonra gəlir. Bir sözdə iki dənə zaman şəkilçisi olmaz axı, düzdürmü? Deyə bilməzsən ki, hə, yaz sözün köküdür, indiki zamandır, d də şudu keçmişdi. Bıy, bir sözdə nə vaxtdan iki dənə zaman olur? Görsənmi? İdi, imiş, isə hissəciyi nəyin üzərinə artırılır? Ya feilin zaman şəkilçilərindən sonra gəlir, ya da feilin şəkillərindən. İndi yazırdı sözündəki d nədir? İdi hissəciyi. Hardan bildin? İndiki zamandan sonra gəldi. Zaman üzərinə artırıldı da. İkinci necə ayırarsan? İdi hissəciyindən əvvəl mame artıra bilmirsən. Yazırdı, yazırmadı demək olur. Xeyr, demək nədir? Hissəcikdir. Amma yazıldı, yazılmadı demək olur. Görsənmi? Yazıldı sözündəki d şudi keçmişdi. Hardan bildin? Özündən əvvəl mame artıra bildin. Müəllimə, Bəli. yazırdı yox yazmırdı demək olmur bəs. Öyle kökü artırdın sən. Sən axı mən ididən əvvəl artırılmasın. Demək olur. Yazırdı, yazmırdı. Amma sən artıq orada dığlıq heç nə eləmədin axı. Sən orada ıra aid elədin. M-ni onun əvvələ artırdıq. Siz Ay, deyirsiz d əvvəlində olmaz mamə. ay son mütləq özündən əvvəl artırılmalıdır. Bəli. Artıra, yəni d-dan əvvəl artıra bilərsən. Artıra bilirsənsə şudu keçmişdi, bilmirsənsə hissəcikdir. Məsələn, yazıldı. Deyib kökü artırma. Düşünmə ki, yazıldı, hə, yazılmadı demək olur. Onu artırmırsan sən. Sən kök ididən əvvələ. Əvvələ artırırsan, artıra bilirsənsə zamandır, artıra bilmirsənsə nədir? Onda olacaq hissəcik. İmiş isəyə də. Məsələn, yenə eyni. Məsələn, deyirsən ki, oxumuşsa. İndi özünüz düşünün. Düşünün. İki cümlə deyəcəm. Oxumuşsa, buradakı isə. Bir də var deyirəm ki, ütüləsə. Oxumuşsa sözündəki isə feilin şərt şəklidirmi, yoxsa isə hissəciyidirmi? Oxumuşsa sözündəki isə nədir? İsə hissəciyidir. Çünki nədən sonra artırıldı? Muş
Nəqli keçmişdən sonra artırıldı. Oxu sözün kökü. Muş nəqli keçmiş. Sound orada nədir? İsə hissəciydi. Amma deyirsən ki, ütüləsə. Ütüləsə sözündəki sə nədir? Feilin şərt şəklidir. Ütüləsə, ütüləməsə demək olur. Demək olursa demək nədir? Olacaq feilin şərt şəkli. Necə ayırırsan, belə ayırırsan. Bu formada. Bu dediyim formada baxırsan məsələyə. Getdik. İndi gəl bir dəmir testlərinə baxaq. Elə Cüneyt səndən gedirik. Cüneyt Hə. 28-ə bax. 28 qəbula düşmüşdü. 28-ci testə baxaq Cüneyt. Siz de, üzr istəyirəm. Siz Mhm, deməsəydiniz buyurun. mən hadisədən xəbərsiz qalardım cümləsində fərqləndirilmiş söz qrammatik formasına görə necə izah olunur? Siz deməsə şərt şəklinin D şəkilçisi keçmiş zaman ilə işlənməsi. Deniz. Feilin xəbər şəkli, feilin bağlama, feilin arzu şəklinin idi hissəci ilə işlənməsi. İdi hissəci ilə işlənmədi burada. Bölüm. Bəm. Hansı amma şəkli ona baxıram bizə Arzu. deməsəydiniz. D variantı. Geçdi. Arzu. Yox, sasə şərtdir. Onları hələ müəllim otuzdurmamışam. Oxusam Eybi tam yox, olacaq eybi yox. inşallah. Əsas olsa məntiqi tutmusan. Çünki onu yedi hissəci olaraq ayırdım. Düzdür. Bəli, bəli. Deməsə idiniz. Feilin şərt şəklinin idi hissəci ilə işləməsi. Məsələn, bax, burada A variantı da var. Deyir ki, şərt şəklinin dudi şəkilçisi keçmişsə, A variantını götürmək cinayətə bərabər bir şeydir. Qrammatikaya görə. Niyə? Heç vaxt şəkillə zaman bir sözdə işlənməz. Əsla. Zaman varsa şəkil yoxdur. Şəkil varsa zaman yoxdur. Düz dedin. Sən də düz dedin yəni. Sağ ol. Feilin şərt şəklinin idi hissəci ilə işlənməz. Düzdür, bəli. Getdik. Ayşəndən gedirik. Ayşə səs aça bilirsən. Hə. Demək Ayşən. 18-ə baxaq Ayşə. Şərt şəklində olan Hansı feil var. cümlədə Sasə. şəkil Feilin şərt şəkli sasə. gələcəksiniz? Hı. Ayşən, şərt D şəkli. variantıdır. Işıqdırsa sözü axı isimdir. Bizdən feil istəyir Ayşən. Anladım. Şərt şəklində olan feili. İşıqdırsa sözündəki sasə hissə hissəciyidir. Bizə lazımdır ki, sasə feili artırılsın. Əksərsə gəlməyəcək. Tam başa düşməmişəm, ona görə Bax, sasə olanlara bax, Ayşən. Gör sasə harda var? gələcəksənsə də var. A-da var, B-də var, bir də C-də. D-ni bilsən niyə çıxırsan Ayşən? D-də ki, işıq sözü axı isimdir. Onu Səndən başa düşdüm. D-ni çıx. Y-də də zaten Ayşən sasə yoxdur. Sən A, B, C arasında qaldın. İndi burada qalaq. İndi Ayşən, sasə şərt şəkilçisi ilə hissə hissəciyini necə ayırdıq? Belə ayırdıq da Günel. Bax, Ayşən, mən qaydanı deyim, sən tətbiq elə. Sasə şərt şəkilçisi olanda özündən əvvəl mamə artıra bilirsən. Sasə hissə hissəciyi olanda özündən əvvəl mamə artıra bilmirsən. İndi tətbiq elə görüm, Ayşə. Gələcəksən, gələcəksənməsə olmur belə. Ay, sağ ol. Demək bu hissəcikdir. Aha. Bal tutarsa, tutarmazsa bu da Ay, hissəcikdir. sağ ol Ayşə. Görməsə elə burada inkardır da. Aa, Mən düşün. Çox sağ ol Ayşə. Bəli, artıq orada maməni özü verib, daha bir də nə axtarırıq ki? Düzdür. Gəl birinə də baxaq Ayşə. Bol tutmazsa olmaz. Müəllim, cavab nə oldu? Cavab C. Cavab Madədə. C-dir də göz görməsə. Görməsə Mənim bu- sözündə, hə, Tutmazsa olmaz. olar, niyə olmaz? Amma
Axı ardan ar verib də burada. Bunu niyə maza çevirək ki? Tutarsa, tutmazsa olar. Yəni İkisi də tutmazsa qeyri-qətin gedir. inkarıdır da, o da ola bilər. Plus daha bu təsdiqdə verib. Ha, hadi. Hə, aysa təsdiq. İnkara çevirib işlədə bilərsən, amma onun bir aidiyyəti yoxdur axı ona görə. Ya amma inkar şəkilsinə görə dedim birdən Hə. onlar Bax, arasında çıxardım. bildim. Hə, Müəllim, həm də bilirsiz nətər seçmək olar. Məsələn, bal tutarsa da tutar isə, burada əgər isə kimi deyə biliriksə, ayırmaq onda olar. ya gələcəksənsə, Hər bir gələcəksən metodu isə, var. o daha asan yoldur məncə. O da ola bilər. İndi baxın, öz üsulunuzu seçin. Ayşəngə birinə də baxaq. Bir də saniyə Ayşəm. Bu da nəyə baxaq? Bunlar qəşəng deyirlər. Bu da qəşəng deyil. Bu qəşəngdir. Ayşən 40-a baxaq. Ayşən sən bir daha səs aç 40-a bax. Aha, şərt şəklində olan feillərdən ibarət cərgəni müəyyən edin. Hə. Yazsa, yazmasa, Ayşə. Burada şərtdir. şərt. Pozacaqsa, pozacaqmasa bu şərt deyil, isədir. Qəşəng Öyrənmiş, Ayşən. Hı. öyrənmiş bu da deməli artıranda nə olurdu müəllimə? İnkar. Artıra Onun bilirsənsə qarşısı. şərtdir. Artıra bilməmsə öyrənmiş bu oldu, şərt yox. İsə hissəci idi, öyrənmiş hissədə. Gedəcəksə, gedəcək bu şərt şəkli deyil. Ayşə. Qorumalı, İlk qorumalıdırsa, dırmasa bu da şərt deyil. Hı. Düzəldilsə, düzəldilməsə şərtdir. Aparsa, aparmasa, qorunsa, qorunmasa. C variantı. Ay sağ ol, qəşəng. Ay sağ ol. Düzəldilsə, düzəldilməsə, aparmasa, qorunmasa. İnkarda işlədə bilirsənsə, vəssalam. Düzdür Ayşən, bəli. Qəşəng. Qardaş xan 42-yə baxaq. Keçmiş zamanda olan feillər aldısa, Hı. alardı, almalıdır. Burada alırdı. B'ni çıxar. İndiki zamanda alırdı. Ay sağ ol. Alırmış, şöyle keçmiş, gedərmiş. Bu gələcək zamanda C-ni də çıxdıq. Sığ. Apardı. İndiki zamandı. D. Ay sağ ol. D-ni də çıxdıq. Almışsa, görmürsə, yazmış. Görmürsə indiki zamanda müəllim. Bəli. A qaldı. A variant. A'da alardı söz axı qeyri-qətidir. Al sözün köküdür. Ar qeyri-qətidir axı. Alar idi. Keçmiş zaman. Allah. Bax, keçmiş zaman şəkilçisi nədir? D, di, du, di. Mış, Aha. mış, mış, mış. Ay sağ ol. Bunda alırdı. Alırdı. Alırdı indiki zamanda onu bildik elə mən. Bəli. Alardı yox. Arar qeyri-qətidir. Yox. B-nin birincisi alırdı. Hə, o indiki zamandır. Bəli. İndiki O zamanda. indiki zamanda D ididir. Bəli. Onun başını buraxaq. Gedərmiş. Arar yenə qeyri-qətidir. Onu da başını buraxaq cəm. C də getdi. Gətirdi. Hı. O indi gətirdi. O Gətir da sözün köküdür. D şudur keçmişdi. Elə bax. gedir. Hə. Apardı. Bu da keçmiş, götürdü. D variantı. Bəli. Bax, gətirdi, gətirmədi. Apardı, aparmadı. Götürdü, götürmədi. Bəli. Neynədi? D-dən əvvəl mamı artıra bildik. Artırıb inkarda işlədə bilirsə o nədir? Olacaq şuydu keçmiş. Düzdür, qəşəng. Artıra bilməsə hissəci olur müəllim, yoxsa? Mamı artıra biliriksə zamanda, artıra Hə, bilmiriksə hissəcikdir. aydın. Çox sağ olun. Buyurun. Davam eləyək. Gəlin burdan. Burada əsas məsələlərdir. Ləmandan gedək. Ləman 43-ə baxaq. Feillərdən yalnız biri keçmiş zamandadır. İşte Hı. nazilikdən sanki edirmişlər.
E, Bəzi məsələlərdə diqqət yetiriləcək. Keçmiş zaman dostlar gündə tanınar. E, Kazanmışsan, kazanıp almış. B olar. B'de yetirilecek D'dir. imiş. Değil. Bəli, D. Ayşo. Qazan sözün köküdür. Mış nəqli keçmişdi. San ikinci şəxsin təkidir. Sən qazanmırsan. Çox sağ ol. Qəşəng. Əla. Bəli, düzdür. Düzdür. Getdik. Sarvandan gedirik. Bir saniyə. Sarvan. Müəllim, mən hazır. Hə, getdi. Demək Sarvan, baxaq 39-a. Bu da qəşəngdir. 39-a baxaq Sarvan. 39-da Mhm. hansı cümlənin xəbəri keçmiş zamanda işlənmiş fe'llə ifadə olunmuşdur? Mışdı, ıbdı, dıdı. Aha, söhbət bunlardan gedir. Bəli, Sarvan. Keçmiş zamanda işlənmiş. Anamın saçları çoxdan ağarıbdır. Ağarıbdır. Mhm. Burada hmm, burada əslində ağarıbdır. Sözün kökü ağ, fe'l düzəlmə Ağdan şəkilçilər ağa. ar, Aha. nəqli keçmiş zaman şəkilçisi ıb, şəxs sonluğu isə dır. Ondan gələn söz də izah eləyir o. Əvvəl gələn söz də izah eləyir o sözü. Fe'li. Bəli, bax. Sözün düzdür. Sözün kökü ağdır. Ağdan ağar, sifətdən feil. Düzdür, bəli. Düzdür. A Ib variantı. nəqli keçmişdi. Dırdır dırdır isə nədir? Üçüncü şəxsin təkinin şəxsidir. Düzdür, A bəli. variantı. Düzdür, bəli. Bax, vuruşur idi. B'dəki ur indiki zamanda du ididir. C'də oxuyur imiş. Ur indiki zamanda mış imişdi. D'də gəlir imiş, bəli. Məleykədən gedirik. Məleykə 49-a baxaq. Hı. Şərt şəklində olan fiillərdən ibarət cərgəni müəyyən edin. Hı. Yazsa, bozacaqsa, öyrənəcəksə. Ömürsə, gedəcəksə, qorumalıdırsa. Şərti dedik ma artırırıqsa belə Yox, maya oturur ehtiyac da. yoxdur. Burada elə baxma. Bax, İşte sənə nə deyiblər? Deyiblərdəki ib nədir? Nəqli keçmiş. Zaman şəkilçisi varsa, bu hansı şəkildir? Elə bax. Zaman şəkilçisi ib, ib. Bax, ib nədir orada? Nəqli keçmiş. Zaman şəkilçisi varsa, bu hansı şəkildir? Şərtdir. Yox. Zaman. Tam benim qarşı benim. Zaman şəkilçisi xəbərdir də. Yazsa. Zaman şəkilçisi varsa, bu xəbərdir. İşte evə gəldin, danış biraz, gül biraz. İndi yenə bura bax. Gəldin. Dı nədir? Şudi keçmişdi. N'dakı ikinci şəxsin təkidir. Zaman şəkilçisi varsa bu hansı şəkil eləyəcək? Xəbər şəkli. Burada sadəcə demək, işte sənə nə deyiblər? Deyiblər. Xəbər. Danış biraz, gül biraz. Sən danış, sən gül. Bəs bu nədir? Məlikə, sən danış, sən gül. İkinci şəxsin təkinin şəxsidir. Sən danış, sən gül. İkinci şəxsin təkinin əmridir. Sən danış, sən gül. Demək, burada xəbər şəkli var, bir də əmr var. Xəbər, əmr, o da eləyir, B variantı. Məlikə, başa düşmədin necə? Birinə də baxaq. Məlikə, 52-yə baxaq. Nümunədəki feillər hansı şəkildədir? Hı. Oxutar, oxutar. Səni kim unudar? Hı. Oxu, əmr eləyir də. Ay, Oxu. sağ ol. Sən oxu. İkinci şəxsin təki, düzdür. Səni kim unudar? Arar orada nə şəkilçisidir? Qeyri Kim qəti unudar? gələcək zaman. Zaman şəkilçisi varsa bu hansı şəkil sayılar? Ay, sağ ol. A var. Xəbər, əmr.
Sadəcə bu ikisi. Düzdür, Məleykə, bəli. İndi hələ ki keçməmisiniz şeylər, çəkilişləri. Çəkilişləri keçdikcə biləcəksiniz. Xanımdan gedirik. Xanım 56-ya 56-ya yox. Ya, 57-yə baxaq xanım. Nümunədəki fellərin şəkillərini müəyyən edin. Hı -hı. Hə, tamam. Xanımda narazılıq olursa kim baxsın testdən? Yox, mən baxıram mən yetkiyə. İstəyirsənsə xanım, səsi bağla, testin cavabını demə, testi oxu, cavabın hazır olanda denə. Nümunədəki fellərin şəkillərini müəyyən edin. İstəsə yer, istəsə lazım. Sasə, Yağı düşmən yer istəsə lazım şəklidir. sasə şərtdir. Hı. Bax, sasə şərtdir, düzdürmü? Əl etməli. Bəs malıməli hansı şəkildir? Vacib. Ay, sağ ol. Demək, burada cavab nədir? Şərt, bir də vacib. Şərtlə vacib hansı variantdır? O deyil, Y variantı. Y variant, bəli. Bəli. Məncə bu qədər bəsdir uşaqlar. Yəni yetərincə baxdıq feillə bağlı olan məsələlərə. Bu qədər yetərlidir. Sağ olun müəllim. Necə Ayşən? Deyirəm sağ olun ay müəllim. Gecəniz xeyrə, sağ olun. Yox, hələ getmirik Ayşən, buradayıq. Ayım 12 işləyir. Dərsimiz 12-nin yarısı qurtarmış uşaqlar. Elə qurtarırdı müəllim, üzürlüsən yadımdan çıxır. Ayşən, mən də özümdən qorxdum, şübhələndim. Dedim bəlkə fərsədim. Qoy. Ay mənim yox, prosto mən yuxlayıram ona görə. Hə. Üzürlüsən. Dedim bəlkə özümün hesab kitabı qarışdı birdən. Dedim bəlkə mən nə isə səhv saldım. Hə. Getdik. Uşaqlar, feildən bu qədər bəsdir. Bu feilin qrammatik məna növləri, bir də feilin təsriflənməyən formaları qaldı. Gələn dəfə feili bitirəcəyik. Bir də baxacağıq nəyə? Köməkçilik hissələrinə keçid eləyəcəyik. İndi isə keçirik testimizə. Əvəzlikdən gedirik birinci. Əvəzliyin səhifəsi 135 idi, 638 eləyək. Əvəzlikdə bu saya 41 getdik. nömrədə Çox başlamalı getdik. baxın. Necə? 41-ci səhifə olmalıydı. Hə. Hə, Bəli. 141, tamam. 141-dən getdi. Əvəzlikdə nə səhviniz, nə düzünüz, nə bilmədiyiniz bir qəmməqam varsa, deyin getdik. Ay, deyin uşaqlar. Müəllimə 28-də baxa bilərik. Baxaq Günel. Əvəzliyin quruluşçu növlərinə baxırıq da Günel, düzdürmü? Sonradan 7-yə baxaq. 28-dən əvvəl neçə dediniz? 28-ə baxaq, sonra 17-yə baxaq. Tamam. 28-ə əvəzliklərin məna növünü və sayını. Deyirəm ki, uzaq yollarda susuzluq çəkən, burada heç nə yoxdur. Bir insanın yollarında bulaq olaydı. Hə, olsun. Bütün məslək dostlar, aha, bütün nədir? Təyin əvəzlik. Bu dünyada. Bu nədir? İşarə. Mən nədir? Şəxs əvəzliyidir. Düzdürmü? Hər qəminə, nəşəsinə ortaq olaydım. Hər nədir? Təyinidir. Demək, bütün hər iki təyini, bu işarə, mən şəxs. İki təyini, bir işarə, bir şəxs. O deyilir hansı cavab? A variantı. Cüneyt, başa düşdünmü bunu? Yəqin ki, anlaşıldı. Aha, getdik. 18-i demişdiniz uşaqlar, yoxsa 17 idi? Mən 22-yə baxaq, sonra 17-yə baxaq. Tamam, 22, 17, yəni elə 17-yə baxaq, sırayla gedir. 17, 17. Nümunədəki işarə və şəxs əvəzliklərini müəyyən edin, edək. Yenə bağ olaydı. Hansı bağ? O nədir? İşarə. Yenə yığışaraq siz şəxs. O bağa köçəydiniz. Hansı bağa? O işarə. Bizdən muradımızca biz şəxs. Fələkdən kam alaydıq, sizə qonşu olaydıq. Aha. Demək, o bağ işarə. O bağ işarə. İki işarə var. Yenə yığışaraq siz. Bizdən muradımızca sizə.
İki işarə, üç dənə də şəxs var burada. D variantı da mən. Bəli, düz. Orada B gəlib, yoxsa mən səhv qeyd etmişəm. Mən də D yazmışam ona görə. Hı. O bax, iki işarə. Siz, biz, sizə. Üç dənə də şəxs. Yox, iki işarə, üç şəxsdir də. İki işarə, üç şəxsdir burada. Hə, heç olmaz. Cavab, cavab B gəlib. B gəlib. B. D gəlib. Hə, Evet. Hə, iki onda işarə, mən də üç tezin şəxs. ikisini qoydum. Bəli, hə, ola bilər. Tamam. Deyin getdik. 22. 22 baxaq. Nə deyir? Deyir ki, hə, məntiqi burada ardıcıllıq bilsəm nədir qardaşım? Aha. Haradadır sual əvəzliyidir. Hayanadır sual əvəzliyidir. Nə yazım, nə orada nədir sual əvəzliyidir. Düzdürmü? Hamısı sual əvəzliyidir. Nəyi tapmalısan? Dördüncü sual əvəzliyinin olduğu cümləni tapmalısın. Da variantı. Kimdir müqəssir? A'dakı kim nədir? Sual əvəzliyidir. A variantı. Məntiqi baxımdan deyir müəllim. Prosta da konkret məntiq sual verir. Hə, bax, məntiqi baxımdan, yəni burada dördündə sual əvəzliyi işlənib. Beşinci sual əvəzliyinin olduğu cümləni tapmalısın. Öyle. Hə, aydın, mən başa düşdüm. Çox sağ olun. Buyurun. Deyin. 27 müəllimə. Baxaq nə deyir. Məni qanadının üstünə götür. Aha, götür. Mən şəxs. Ahını gördüyün o yerə gətir. O nədir? İşarə. Toru dişlərimlə doğrayım dedim. Aha, o tordan. İşarə. Bəyəndi tədbiri bütün yoldaşlar. Bütün təyini. Bu işə, bu işarə, onlar şəxs. Demək, məni, bir də onlar. İki dənə şəxs. O yer, o tor, bu iş. Üç işarə. İki şəxs. Üç işarə. Bir dənə də təyini. Bütün yoldaşlar. O da eləyir. Hansı tabelədir? D variantı elədi də. D. Bir daha deyim mi bunu? Anlaşılmadısa bir daha deyim istəyirsiniz. Sonra uşaqlar varmı? Deyin görək. Yoxdur. 29 ama. Məndə yoxdur, qurtardım mən. Tamam, 29-a. Nümunələrinin birində təyin əvəzli işlənmişdir. Görək harda var. Təyin əvəzlik, hər, bütün, öz, filan, eyni. Yer atan baxın. Gülməlisən məzəsən, hər çiçəkdən təzəsən. Hər burada nədir? Təyini. Siz C-də çaşa bilərsiniz. Vətəndə bir bağ saldıq, hər nə əkdik gülmüşdü. Uşaqlar, oradakı hər nə qeyri-müəyyəndir. Hər təyin əvəzlikdir. Hər nə isə qeyri-müəyyən əvəzlikdir. Yaxşımı? Yəni əgər C variantı yazmısınızsa və ya C variantı arasında qalmısınızsa, xeyr. Yəni burada cavab Y variantı oldu. Belə. Sonra deyin. Başqa səhviniz var. Deyin görək. Yoxdur. Yoxdur səhviniz uşaqlar. Yoxdursa getdik. O, bu əvəzliklərindən sonra vergülün qoyulması. Deyin vergülün qoyulmasını. 17 müəllimə. 145-ci səhifədə. 5. Hə. 5. Cüneyt sən neçə dedim? 17 dedim mən. Hə, 5, 17. 5-ə baxaq, 5. Nə deyir? Hansı cümlədə bu əvəzdən sonra vergül olmamalıdır? Aha, qoy olmasın. Bu gün onunla danışacağam. Elə cavab A-dır. Bu gün, hansı gün A variantı. Bax, B-də bu testlər toplusudur. Nə bu? B-dəki bu nə sualına cavab verir. Bu deyəsən onlardandır. C-dəki bu, C variantındakı bu. Özündən sonra vergül bilsiz niyə qoyulub? Çünki modal sözdür. Modal sözü deyən o düzdür. Bu kollektivin iş planıdır. Nə bu? D variantı da düzdür. Çünki neynədir? Nə sualına cavab verdi, özündən sonra isim gəldi. Bu maraqlı inşadır. Y də düzdür. Nə maraqlı inşadır bu? Y-dəki bu nə sualına cavab verdi, özündən sonra sifət gəldi deyəni Y variantı da düzdür. Müəllim, orada D-yə baxanda, məsələn, bu kollektivin iş planıdır. Orada həm qoyula bilər, mənim fikrimcə də deyimdə indi. Bu kollektivin iş planıdır. Biri var nə Hə, bu kollektivin, bir var bir də bu bu kollektivin. Hı -hı. Çünki orada iki cürüdür. O qoyula da bilər, qoyulmaya da bilər. Başa düşdüm. Yəni konkret bir vacib yoxdur ki, orada Hmm, qoyulmamalıdır. anladım. Amma A variantında da bildiniz də bu gün onunla Bəli, bəli. danışacağım.
Hansı sualına cavab verdiyi üçün vergül işarəsi qoyulmayacaq. A'da da bu məntiqlə yola salaraq gedir. Sonra Oldu. 38 müəllimə. 12. 12. 12. 12. 12 baxaq nə deyir. Hansı cümlədə bu əvəzlikdən sonra vergül qoyula bilər? A-da qoyulmaz. Niyə? A-da çünki budan sonra bağlayıcı gəldi. Bağlayıcı gələndə olmaz. A getdi. B-də də olmaz. Çünki B-də də budan sonra ədat gəldi. C-də bu böyük İstiqlal Peyğəmbərinin son vida sözləridir. Nə bu? Cavab belə C-dir. Niyə? Çünki C-dəki bu nə sualına cavab verir, özündən sonra sifət gəlir. C ona görə düzdür. Bu dünya bir qızıl kuzəyə bənzər. Bu dünya hansı dünya? Hansı Xeyr. demək? Burada hansı sualına cavab verdiyi üçün bilirsiniz ki, neynəməz vergül işarəsi qoyulmaz. Bu belə getdi. Mən bu yoldan dönən deyiləm. Bu yoldan hansı yoldan? Oradakı bu hansı sualına cavab verdiyi üçün yenə vergül qoyulmaz. Düzgün cavab nədir? C-dir. Bax, sual verin. Deyir ki, bu böyük İstiqlal Peyğəmbərinin son vida sözləridir. Nə İstiqlal Peyğəmbərinin son vida sözləri idi bu? Oradakı bu nə sualına cavab verdiyi üçün düzgündür. Özündən sonra vergül işarəsi qoyulur. Yəni bir problem yox. 16. 16. Nə deyir? Elə keç nə demir? Vergül səhv qoyulmuşdur. O həmişə səliqəli geyinir. A-dakı o-dan sonra kim sualına cavab verib, özündən sonra zəf gəlib. A düzdür. A-da bir problem yoxdur. Bu əlbəttə yadda qalan 2 də düzdür. Çünki əlbəttə orada modal sözdür. O budan sonra modal söz və nida gələrsə, modal söz və nidanın tələbinə görə vergül qoyulur. Düzdür. Bu yazıçının təzə kitabıdır. Nə bu? Üçdəki bu nə sualına cavab verir, özündən sonra isim gəlir, vergül qoyular. Üçdə də bir problem görmürük. O sıvaqsıdır. Düzdür. Kim sualına cavab verir, özündən sonra isim gəlir, heç bir problem yoxdur. O gülürdü. Təbii ki, yanlışdır. O budan sonra fe'l gələndə Deyildir. vergül qoyulmaz. Yanlışdır. Bu ancaq sənə inanır. Bağlayıcı gəldiyi üçün vergül işarəsi qoyulmaz. Daha doğrusu ədatdır. Bu da səhvdir. Demək səhv istəyir. Hanım bax, 4-də şeydə çaşmısan, hə, qardaşım? hanım 3-də də təzad var. Bax, qoyula Niyə? da bilər, Bu qoyulmaya da bilər. yazıçının, hə, bu yazıçının. Hı. Hansı yazısını? Bir də Amma bu nəsə vergül səhv göstərir. qoyulmuşdur deyir də. Niyə ki? Demək ki, burada budan sonra vergül qoyubsa, bunu ismə əvəzləmiş kimidir də. Yəni bunu iki cür başa düşə bilərik axı. Bu səhv deyil axı. Yəni Yəni vergülü belə qoyub deyəndə da biz də bu. başa düşdüm mən də. Hı. Bu məsələn vergül qoyulubsa düz də olar, şey də ola bilər də, səhv də ola bilər. Məsələn, onun təyin kimi verilə bilər. Necə sual, hansı sualına cavab verə bilər. O mənada başa düşdüm mən də. Yəni iki cürdür də burada. Hə, düz deyirsən. Amma burada artıq vergül qoyub da. Yəni vergül qoyubsa, yəni artıq demək Testdə istəyir. bəzi suallarda onsuz da var idi. Həm belə işlənə bilər, həm vergül Hə, qoyulub, həm vergül Onun qoyula bilməyən şərtin misallar özündə var. O deyil. şərti qoyur da. Bəli, bəli, şərtin özündə deyil. Müəllim 17-yə baxa bilərik zəhmət olmasa. Baxaq. Hansı cümlədə düzgündür? Bu gecə qorxulu bir yuxu gördüm. Bu gecə hansı gecə? Hansı sualına cavab verirsə vergül olmaz. Bu da özündən sonra bağlayıcı gəlib. Vergül olmaz. Bu dünya hansı dünya? Hansı sualına cavab verir? Vergül olmaz. Bu oxumalı, özündən sonra fe'l gəl. Vergül olmaz təbii ki. Bu borcumdur. Borcumdur mənim. Hə. Burada bu borcumdur. Nə borcumdur bu? Y'dəki bu nə sualına cavab verdimi? Özündən sonra isim gəldimi? Vergül işarəsi neyniyər qoyular? Y variantında da heç bir problem yoxdur. Cavab elə Y variantıdır. Tamamdır. Buyurun. Sonra 20 müəllim. 29. hə 20 neçə? 3. 23. 23-ə baxaq, nə deyir? Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? Qoyulmalıdır. O sonsuz səbrinin kasasıyam mən. Hansı sonsuz? O sonsuz.
A'dakı o hansı sualına cavab verir, vergül qoyulmaz. O ayaq dəyməyən yaşlı gedikdə hansı ayaq dəyməyən, o ayaq dəyməyən, bu da olmaz. O sərtliklə bu incəlik, hansı sərtliklə vergül olmaz. O xalqının üsyan deyən səsidir. D variantı olar. Kim xalqının üsyan deyən səsidir, o. 7 də o-dan sonra ədat gəldiyi üçün vergül neynəməz qoyulmaz. Demək ki, cavab nədir? D variantı düzdür. Dedim. 29'a 27. bakabilir miyim? 29, 27'ye de bakabilirim 27, ben de. 27, 29, 27-yə gəlin gedəyim. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? A-da o-dan sonra fe'l gəlib, qoyulmaz. O torpaq istədi, kim istədi? B-də qoyular. Qoyulmamalıdır deyilsə elə A variantıdır da. Özündən sonra fe'l gəlib, bax, o qaçır. O budan sonra fe'l, köməkçi hissələri və əvəzlik gələrsə neyniyər? Vergül işarəsi qoyulmaz. Elə ona görə cavab elə A variantıdır. Sonra 29 müəllimə. 29 baxaq. Cümlələrin birində vergül düzgün qoyulmamışdır. Vergül düzgün qoyulmamışdır Y-də. Deyir, o mənə su verəndə toxunaydım əlinə. O'dan sonra əvəzlik gələndə vergül qoyulmaz axı. Başa düşdüm müəllim, çox sağ ol. Ha, buyurun, buyurun. Var buradan başqa səhviniz? Yoxdur, tamam. Bitdi məncə əvəzliklə. 38 müəllimə. 38. 38. Baxaq xanım. Nə deyir? Hansı nümunədə düzgündür? O şam tək yanır. Hansı şam o şam? O hansı sualına cavab verəndə vergül qoyulmaz. A getdi. O şam da tək yanır. Hansı şam? Yenə o hansı sualına cavab verəndə vergül qoyulmaz. Belə getdim. O şam tək yanır. 3 düzdür. Kim şam tək yanır o. Üstəki o kim sualına cavab verdimi? Özündən sonra isim gəldimi? Vergül qoyular. Kim şam tək yanır. 3 düz. 4 səhvdir. Niyə? 4-də o-dan sonra nə gəldi? Bağlayıcı. O budan sonra bağlayıcı gələndə niyə vergül qoyulaq? 4 də belə getdi. Demək, düzgün istəyirsə burada cavab nədir? 3-dür. Sadəcə 3 o deyir Y variantı. O şam tək yanır. Mən birlə bir yerdə götürmüşəm müəllimə. 1-3-ü götürmüşəm. Hə, Biri də bir də götürmüşəm. hansı sualına cavab verirdi? O şam tək yanır. Hansı şam? Ona görə orada qoyulmaz. Aha. Deyin. Tamam. Var mı buradan? Yoxdur. Getdik fe'lə. 156-cı səhifə. Hə, çox sağ ol. Günlər artıq səhifələr əzbərləyir. Dəftərə qeyd edirəm müəllimə. Hı. Deyin fe'ldən. Deyin. 10. 10. Varmı 10-a qədər? Elə Yoxdur. 10'dur mənim, məndə də 10'dur. Getdik ona görə nə deyir? Onda bir sinədə çaşmışsınız, qoy deyim. Nə deyir? Rəqəmlərdə çoxalmaq və azalmaq, cisimlərdə yönəlmək və sıxılmaq qanuni haldır. Neçə söz başqa nitq hissəsindən düzəlmiş fe'ldir. Qəşəng. Demək, buradakı fe'llər hansılardır? Çoxalmaq, azalmaq, yönəlmək, sıxılmaq. Çox saydan düzəlib, bir dənə. Az saydan düzəlib, 2 dənə. Gen sifətdən düzəlib, 3 dənə. Sıxılmaq sözü, sıxla düzün qaydasını bilirsiniz, bilirsiniz demişik. Sıxılmaq sözü isə sıx feilindən düzəlib. Demək, neçə söz başqa nitq hissələrindən düzəlib? Biri çoxalmaq, ikincisi azalmaq, üçüncüsü isə nə? Gezəlmək. 3 dənə söz. Müəllim, bunu sıx sözündən götürə bilmirik. Yəni necə sıx? Yox, və demişdi ya axı Günel, bax sıxılmaq sözünün sıx feilindən yarandığını necə bilərik? Özündən sonra gələn şəkilçi 4 cürə yazılıbsa feildir, 2 cürə Heç ona yazılıbsa diqqət eləməmişəm, sifət. inanın. Nə yalan Sıxılmaq deyirəm. sözündəki ıl 4 cürə yazıldığı üçün oradakı sıx nədir? Feildir. Tamamdır müəllim, çox sağ olun. Hı. 13-ə baxa bilərik müəllimə. 13 baxaq. Kökü feil olmayan, amma
Feildən düzələn sözü müəyyən edin. Edək. Yine Kökü feil. sıklaşmakta səhv eləmişəm. Ben burada anladım öz səhvimi. Hə, bax bu çox qəşəng testdir ha. Bu tipli testlərdə var. Kökü feil olmayan. Burada cavab nədir? Yaşatmaq. Niyə? Sözün kökü yaş ismidir. Kökü feil deyil də. Amma feildən düzəlib. Yaşamaqdan yaşatmaq. Feildən feil düzəlib də. Sözün kökü yaş ismidir. Amma yaranıb yaşamaqdan yaşatmaq. Feildən feil düzəlib. O deyilir C variantı. Ben yine Sıxlaşmaq sözü sıklaşmakla getmiştim. Hə, Bildim bax, şey. sıxlaşmaq sözü sıx sifətindən yaranıb, e, kökü feil deyil. Amma feildən düzəlmə deyirək. Axı bu sifətdən yaranıb axı. Olmur. Əleyim. Bəli. Ben orada beyni götürmüşüm. Orada üzmək feilidir, eləmi? Hə, ay sağ ol. Üz düşmək sözünün kökü üzmək feil. Ben de Bəli. dediğimiz üzünə götürmüşüm ona göre. Hə, orada kök üzmək feilidir. Aydın. Müəllimə, indi buradakı Yəni 14-ə də baxa bilərik müəllim. sıx sözündən sonra laş leş olduğu üçün iki cür yazılan şəkil ç olduğu üçün biz bunu sifət kimi götürürük Ay, də. sağ ol. 4 cür Bəli. olsa götürəcəkdik feil. Bəli Ayşən. Dedi ya. Yuxarıdakı, Aha. yuxarıdakında feil götürdük. O 4 dənə söz var idi. Müəllimi Sıxılmaqda onda A'da düz düzdür. olarak. Sıxılmaqdakı Sıx sıx, sifətlə hə, bax əlaqəli. dəqiqə. Ayşən düz deyirsən. Yuxarıda sıxılmaq sözündə ıl 4 sürə yazıldığı üçün sıx orada feildir. Ona Bir görə dənə götürmək. dedik, siz demişdiniz ki, lıq şəkilçisini xoşlamır Ay, feil 4 sağ dənə ol. yazılan. Qalan Qəşəng. hamısından gedir. Düz. Ayşən Müəllimə, dediyi düz. Cüneyt, üzr istəyirəm. abi sən niyə olmur? Deyir kökü feil olmayan. Burası Hadi uyğun gəlir. olmamışdı. Amma feildən düzələn deyil. Axı burada bir dənə leksik şəkilçisi var. Bu da Hə, sifətindən düzəlib axı. başa düşdüm, başa Hə, düşdüm. bax buradakı uyğunluğun pozulduğu yer buradır. Aha. Müəllim 16-ya baxa bilərik. 16. Baxaq. 16-ya qədər var kimdəsə. Getdik 16. Müəllimə 14-15. 14-15-ə də baxarıq da. 14. Hər üçü düzəltmə feildir. Düzəltmə. Danışmaq sadə sözdür. Anı çıx. Köçdən köçür, sildən sildir. Hə, amma danışmaq sadədir. Axı bu getdi. Bitdən bitir. Susdan sustur, oturdan oturt. Öyle cavab B variantıdır. Cavab B'ni tapdın. Bit bitir, sus sustur, otur oturt. Feildən feil düzəlibmi? Bəli. Cavab nədir? B'dir. Məsələn, C-də qışqırmaq sadədir. Ağlamaq sadədir. D-də alçalmaq sadədir. Güldən gülüşmək düzəltmədir. Y-də dağılmaq sadədir. Demək, hər üçü düzəltmək istəyirsə, burada cavab nədir? B. Bit bitir, sus sustur, otur oturt. Belə. B variantı. Sonra deyin. 16. 15 müəllim. 15. Bəli, 15. Hər üçü düzəltmə feildir. A-dakı axtarmaq sadədir. Getdi. B-dəki aparmaq sadədir. Getdi. C-dəki gəlmək sadədir. Getdi. D olar. D olmaz. Hardan olar? Dinləmək sadədir. Getdi. Dinləmək Cavab sadədir. Y-dir. Yatdan yatır. Olur. Uçdan uçur. Olur. Artdan artır. Olur. Demək ki, cavab nədir? Y variantı olacaq. Həmişə bu düzəltmə feillərdə nəsə çaşıram müəllimə. Elə bilirəm ki, düzəltmədə nəsə bir yeni məna yaranmalıdır. Ona görə özümü çaşdırıram onda. Düz Düzəltmədə adətən deyirsən. yeni Yeni məna yaranmalıdır. Düz deyirsən xanım. Səhv demirsən ki. O yerin düz. Sadəcə olaraq orada məncə o düzəltmə feillərdə bəzi feillər demişdik. Məncə o feillərdə qarışdırırsan. Məsələn, sevin sadə sözdür. Sevdən sevin yaranmır. Nə bilim, dinlə sadə sözdür. Dindən dinlə yaranmır. Bəlkə o hissələrdə qarışdırmısan da ola bilər orası tam olaraq. Müəllimə, 16-da təəssüflənirdim də. Bunu niyə sadə feil kimi götürüb? Təəssüflənirdim. Təəssüflənmək, təəssüfdən təəssüflən. Təəssüf, təəssüflən. O düzəltmədir. Təəssüflənmək oradadır. Hə, 5-də bilsən, anladıqca sözün götürüb də. 5-də anla sözün köküdür. Dıqca nədir? Feili bağlamadır. 5-də anladıqcaya görə götürüb orada. Hə, mən onu Anladıqca. Hə, təəssüflənirdim düzəltmədir. Oradakı lən leksikdir də, bunu bilirsiniz. Orada aləmi pozan o anladıqcadır. Ona görə sadə götürülür. Müəllim 16 ümumiyyətlə baxa bilərik məzmununa. Məndə 16-da ümumiyyətlə biraz sual Baxaq. işarəsi. Tərkibində sadə feil. Bir götür.
Saxladan saxlayıb. Saxla sözün köküdür. Bilsiz orada nədir? Nəqli keçmiş. Saxlayıb sadə sözdür. Biri götür, bir olsun. Sonra bax burada nəyəm? İkiyə bax. Gülzar sevinclə atılıb düşür, deyib gülürdü. Mürəkkəbdir də Bu bunlar. atılıb düşür, deyib gülmə mürəkkəb. Böyle. Üçüncü də mürəkkəb deyə bilirəm mən. Üçüncüdə Təşəkkür. elanı oxuyanlar niyə təşəkkür etmək mürəkkəbdir, amma oxuyanlar sadədir axı. Bir neçə fe'l işləndiyinə görə qarışır çox güman ki, burada məsələ. Bax, oxu sözün köküdür. An fe'li sifətdir. Fe'li sifətin şəkilçisi qrammatikdir. Lar cəmdə o da qrammatikdir. Oxuyanlar sadə sözdür. Bu Oxuyanlara getdimi? baxmadım, təşəkkür etdilərə baxdım oradakı. Yəni sözün sonuna gedir fikrim nəyəsə görə. Ortalarına baxmırsan. Hə, yox. Sən niyə? Başa sona Sən gedirəm. təsriflənən fe'li tapırsan. Təsriflənməyənə məstər fe'li, sifət fe'li bağlamaya diqqət yetirmirsən, ona Müəllim, görə. biraz məktəb bu belə deyim də 16 il əvvəlki məktəb proqramında həmişə bizdə müəllim yönəldirdi ki, cümlənin sonu. Təsrif. O vaxt dil öyrədirdilər, onu düz deyirsən. Təsriflənən fe'llərə Ona diqqət görə et. beynimdə də elə qalıb ki, cümlənin sonuna fokuslanıram Yazıq birbaşa. təsriflənməyən fe'llər sonradan moda mindi. Onları fe'ldən sayan yox idi əvvəllər. Bəli, təəssüf ki. Hə, onların yazdıqları sonradan fe'l yerinə qoyuldu. Hə, ona görə mən də beynim elə o formada işləyir. Belə isim deyəndə cümlənin başına, fe'l deyəndə sonuna baxıram. Özümdən qeyri-ixtiyarıdır bu. Başa düşdüm. Sonra deyin. Yəni 21-ci ümumiyyətlə başa düşməmişəm 21-ci sual. Baxaq. Bir də 17-də müəllimə sözdür zəhmət. Hə, 17 Da baxaq. 17-də. 17. İki leksik şəkilçisi. Darandım sözündə bir Hı. dənədir. Niyə? Dara sözün kökü, n leksik, d şudi keçmiş qrammatik, m birinci şəxsin təki qrammatik. Bu getdi. Bu da bir dənədir. O da n-dır. N-dir. Yandırıldım, yandırıldı. Yan sözün kökü. Dır leksik, ıl leksik, d şudi keçmiş. İki leksik oldu mu? Bir iki oldu. Bağlanıb. Bağ, bağla, bağla. Burada iki leksikdir. La və n. Üçü götürürsən. 2, 3. Yəhərləndi. Yəhər, yəhərlə, yəhərlən. Lən, iki leksik. 2, 3, 4. Bir də ki 8. Qarşı, qarşıla, qarşılan. 2, 3, 4 bir də 8 olacaq cavab. Qarşı, qarşıla, qarşılan. Bağ, bağla, bağlan. Yəhər, yəhərlə, yəhərlən. 2, 3, 4, 8. Başa düşdünmü Ayşən? Bəli, müəllimə başa düşdüm. Tamam. Çox sağ olun. Buyurun. Sonra 21 demişdiniz. Düzdürmü? Nəsə 21 var idi. Bəli, müəllimə. Bəli, bəli. 21. Doğru onları müəyyən edin. Edək. Nə deyir? Fe'l olmayan əsas nitq hissələrindən düzələn fe'llərin işləndiyi cümlələr. Yaşdan yaşarmaq. Elə biri götür. Yaş isimdir, yaşarmaq fe'ldir. Nə oldu? İsimdən fe'l yarandı. 1. İkini də götür. Qocadan qocal. Sifətdən fe'l yarandı. İkini də götür. Sifətdən fe'l yarandı. 1, 2. Götürə bilərsən. 3-də rəng, rənglər, rənglər. Rəng isimdir, rənglər fe'ldir, rənglənmək fe'ldir. Rənglənmək fe'li isə nə oldu? Fe'ldən fe'l yarandı. Rəngləməkdən rənglənmək. 3-ü götürə bilməzsən. Çünki fe'ldən fe'l yarandı. Rəng, rənglər, rənglən. 3 getdi. Fe'ldən fe'l yarandı. 4-ə baxaq. Süfrə səliqə ilə sərilmişdi. Sərdən sərilmək, fe'ldən fe'l yarandı. Bunu götürə bilməzsən. 5-i götürə bilərsən. Bozdan bozarmaq. Boz sifətdir, bozar fe'ldir. Sifətdən fe'l yarandı mı? Bəli. Fe'l olmayan əsas nüqsələrindən deyir də 5-i götürürsən. 6. 6 yazdan yazılmaq. Fe'ldən fe'l düzəlib. 6-nı götürmüşsən. Son. Demək, yaşdan yaşarmaq. 1. Qoca qocal. 2. Sonra 5-də də ki, bozdan bozarmaq. Fe'l olmayan əsas nüqsələrindən neynədir? Yaranmış fe'llərdir. 3-ü götürmürük də müəllimə, düzdürmü? 3-də 3 fe'ldən şey. yaranıb. Rəngləməkdən rənglənmək. Fe'ldən fe'l yaranıb. Rəng, rənglər, Rəngi rənglər. götürmürük orada.
Axı Sözün rəng kökü, nə rəng? bax, sözün kökü isimdir, rəng ismidir. Amma yaranıb, rənglədən rənglə, feildən feil yaranıb. Bax, sözün Ha, kökü isimdir, rəng ismidir. Amma yaranıb, düzəlib, rəngləməkdən rəngləmək, feildən feil yaranıb. Sonra, tamam, çox sağ olun. Ya. buyurun. Var buradan başqa? Feildən varmı? Yoxdur. Tamam. Buranı bağlayıram. Belə. Demək uşaqlar, feilin nəyini keçdik? Şəkillərini keçdik, zamanlarını keçdik. Bir də idimiş hissəciyini keçdik. Yaxşımı? Feillə köməkçilik hissələrini gələn dəfə bitirəcəyik inşallah ki. Belə. Sağollaşıram. Gecəniz xeyrə, yuxunuz şirin. Bir də uşaqlar, əvəzliyin kvizindən kimisə sualı olsa, ümumiyyətcə kvizlərdən göndərsin, yaxşımı? Sağ olun.